Bir müəllim həm dərs keçib, həm sinfini mükəmməl şəkildə idarə edib, həm də sonda enerjili qala bilərmi? Bir çoxunuz yəqin ki, deyəcəksiniz ki, yox, mümkünatı yoxdur, nəsə əskik olacaq və əslində keçən il mentorluq proqramına qoşulan Nərmin xanım da belə deyirdi. Gəlin elə Nərmin xanımın fikirlərini öz dilindən eşidək. Görək mentorluq proqramından sonra müəllimlik həyatında nələr dəyişdi. Mən Nərmin Qədimova, Alman dil müəlliməsiyəm və artıq 2 ildir ki, Alman dil müəllimi kimi fəaliyyət göstərirəm. Mənim də əvvəllər ən böyük problemim sinif idarəçiliyi və vaxt bölgüsü olub. Səkinə Həsənin mentorluq proqramı təkcə mənə pedaqoji biliklər vermədi. Sinifdə xaosu sistemə çevirməyi və tükənmədən motivasiyalı qalmağı öyrəndim. Ən həyəcanlı hissə isə simulasiyalar idi. Gözlənilməz suallar, planlaşdırılmayan vəziyyətlər. Səkinə xanımın dərs videolarımı izləyib, verdiyi peşəkar rəylər sayəsində öz səhvlərimi kənardan gördüm. Bu mənim üçün əsl dönüş nöqtəsi oldu. Bugün dərslərim daha sistemləşdirilmiş, özüm isə daha inamlıyam. Siz də bir müəllim olaraq peşəkar həyatınızda dəyişimlər baş verməsini istəyirsinizsə, iyulda yenidən baş tutacaq mentorluq proqramına yazılmağa tələsin. Çünki son 5 yerimiz qalıb. Ətraflı məlumat üçün şərhlərdə mentorluq yazın.